Ali Muhammed. O ki birinci ki getdi Əbəlfəz ağanın sağ qolu kəsilən yerə. Əbəlfəz ağa sağ qolu kəsildikdən sonra hərəkət eləyir üzü xeymələrə tərəf. Xeymələr qabaqdadır. Ki o xeymələrə suyu aparsın, sağlam çıxartsın deyə deyir atıyor. Və gəlir sağ qolu kəsildikdən sonra gəlir burada qəfildən gizləndiyi yerdə bir namərd gizləndiyi yerdən çıxır. Əbəlfəz ağanın sol qolunu kəsir. Sol qolu burada düşür Əbəlfəz ağanın. O ki bayaq qeyd eləmişdim su məşqi ki onun ağzındaydı ki orada bu zaman Əbəlfəz ağanın su məşqinə ox vururlar. Daha sonra isə gözlərinə ox vururlar. Əbəlfəz ağanı atdan yerə salırlar. Dayandığımız bu yer görürsünüz Əbəlfəz ağanın hərəmidir. O ki Əbəlfəz ağa atdan düşəndən sonra qeyd olunur məqtəllərdə ilk dəfə 34 yaşın yaşayıb da 34 yaşına qədər ömürsün. İlk dəfə, birinci dəfə qardaş deyə səslənir. İmam Hüseyin əleyhissalamı səsləyib, qardaş gəl. İmam Hüseyin əleyhissalam ki qabaqdaydı, xeymələr tərəfdə. Oradan atına minir, hərəkət eləyir, gəlir Əbəlfəz ağanın yanına və düşür atdan yerə. Əbəlfəz ağanın mübarək başını alır dizinin üzərinə. Mən xəcalətliyəm, ağacan. Mən xəcalətliyəm, qardaşım. Mən xeymələrə su apara bilmədim. Deyir, dur gedək, narahat olma, xəcalətli olma, aparım səni xeymələrə, uşaqların yanına. Dedi, ağacan, səni and verirəm, nənən Zəhraya, məni aparma, xəcalətliyəm. Uşaqlar ümidlə məni gözləyirdilər ki, su gətirim. Onlar məni bu halda görməsinlər. Ondan sonra İmam Hüseyin əleyhissalam qayıdır xeymələrə. Bilirsiniz necə xəbər verir Əbəlfəz ağanın şəhid olmasıyla bağlı. Buyurur ki, mənim belim sındı. Mənim belim sındı. Qəmər-i Haşim ki, şəhid oldu, mənim belim sındı. Bu xəbəri bilirsiniz necə xəbər verir. Gəlir Əbəlfəz ağanın xeyməsinə daxil olur. Xeymənin ortasında sütun olur da. O sütunu əlindən çəkir, xeymə yıxılır yerə və o zaman bilirlər ki, Əbəlfəz ağa şəhid olur. O qəlblər yanır həqiqətən onun o müsibətinə. Elə bir qəlb ola bilməz ki, ürəyi parçalanmasın Əbəlfəz ağanın müsibətinə. Ki, hər iki gözü oxlandı, qolları kəsildi.